11 il universitetdə hədəfli olmayan, 11 il məktəbi effektiv oxumayan bir şagird. Yəni qəbulda minimum 300 baldan 150 bal toplamayan bir kandidati biz niyə attestatla xarici təhsilə yönləndiririk? Xarici təhsil nədir? Xarici təhsil ölkəni təmsilçiliyin bir parçasıdır. Mən elə düşünmüşəm. Mən xarici təhsil alanda, mən xarici layihəyə çıxaranda mən jalə deyiləm. Mən Azərbaycanam, mən Azərbaycanlıyam, Azərbaycanın səsiyəm. Mənlə yola çıxan, bu gün bunu nəyisə görə demirəm. İstənilən uşaqla, mənlə yola çıxan uşaqlar deyil, hər dəfə deyirəm, biz Azərbaycanlıyıq. Artıq əksi hərəkət olmasın, Azərbaycanı düzgün təmsil edin. Bəzən uşaqları biz bir debat yarışına gedirik. Kostyum geyinəndə mən hamısına deyirəm ki, qalstuk tak, kostyum tak. Deyirlər ki, müəllimə, Avropalılar tişört geyinib, siz elə imkan vermirsiniz, bizdən başqa qalstuk. Mən deyirəm ki, o Avropalıdır, o İtalyandır, o Fransızdır, sən Azərbaycanlısan. Və sonra gəlib mənə biz sizin komandaya heyran disiplinlidirlər, çox ağıllıdır, belə cool görsən. Bu nədir və biz orada artıq ilkin təəssüratı biz yaradırıq.